Anar bugün Azərbaycan millətinin qarşısındadır. Yəni şərin yanındadır. Azərbaycan xalqına divan edən falan onun yanındadır. Və yaşayır üçün keyf edir. Bilirsiniz niyə? Ona görə ki, Anar bilir ki, sabah ölüb getdi, bir 20 ildən sonra yaddan çıxıb gedəcək Anarın kim olmağı, onun əsərləri qalacaq ortada və biz ona sevə-sevə baxacağıq. Ona görə ki, biz deyək ki, biraz 1000 il bundan qabaq, deyək ki, 900 il, 1000 il bundan qabaq Nizami Gəncəvi haqqında bizim yazılar, əsərlər oxuyuruq falan. Nizami Gəncəvinin əsərləri biz onu qaldırıb qoymuşuq, amma biz bilmirik Nizami Gəncəvi kim olur. Bilirsiniz. Anar da onu bildiği için bugün şehrin yanındadır. Və yaxud da o birisi yazıçılar falanlar zadıdır. Gözəl bilirlər ki, kimdir bu keyfini gör. Bu xalqa əgər deyək ki, Anar bilsə ki, onun belə o qınaqları falanlar o şeylər olacaq, bunu dünya dağılsa deməz. Bəli, yəni o çox gözəl bilir. İnanın, bu o qədər həqiqət. Mən bunu indi niyə göstərdim sizə dostlar? Məsələ burasındadır ki, bu günlərdə bir Məhsəti filmi yayılıb. Deməli, o filmlə bağlı deməli, asırlar, kəsirlər, coşurlar. Yəni, bir neçə yazılar da var. Mən onları, məsələn, deyək ki, burada Leyla deməli, Leyla Turan bu haqda fikrini yazır və yazır ki, Məhsətiyə dil uzadanlar. Və bu filmi çəkib Əbülfəz Qarayevin qızı. Təsəvvür edin, rejissordur. Və bu film, mən baxmamışam filmə. Yəni, o nöqteyi nəzərdən, yəni film haqqında mən heç nə deyə bilmərəm. Sadəcə, mən nəyi demək istəyirəm dostlar? Biz, yəni o nöqteyi nəzərdən, burada bir neçə şair, yazıçılar güya ki, onu məhkəməyə verirlər. Amma heç birinin adını yazmırlar, yalandan yazırlar. Məsələn, mən bir dənə Baba Vəziroğlu'nun mövqeyi, məsələn, deyək ki, mən gördüm, Facebook'da var idi. Onu oxudum, sonra da bu çox idi. Yəni, mövqe bildirənlər çox idi. Bir də bu Leyla Turan'la bağlı yazdım. Məsələn, deyək ki, bunlar öz fikirlərini bildiriblər və mən bilirsiniz nəyə görə bunlar narahatdılar. Məsələn, Baba Vəziroğlu yazır ki, deyək ki, mən deyir, istəmirəm deyir, ümumiyyətlə deyir, belə bir şey deyir, bunların hardan ağlına gəldi və istəməzdim ki, biz deyək ki, keçmişimizi qurdalayaq və Azərbaycanın dostlar, mən bir dəfə çıxış edəndə belə bir söz dedim, yadınızdadır, bilmirəm, bu saat şeydə də var, yəni də TikTok'da var, YouTube'un özündə də var, yəni mən paylaşımda iki yerdə paylaşıram, təbii, yəni oturduram ora, linki və paylaşıram müxtəlif, deyək ki, Facebook'da, Adnaklaşnikdə, deyək ki, X şəbəkəsində falan, yəni bir 5-6 şəbəkədə paylaşıram. Yəni o nöqteyi nəzərdən deməli bu Leyla Turan, mən onun səhifəsinə baxdım. Məsələ nədir? Məsələn, özü bu bədii filmdir. Bədii filmdə sadəcə olaraq Məhsəti ilə bağlı, Məhsətinin də, mən iki nəfər bizim alimlərində, məsələn, Firidun Qurbansoyun da mövqeyinə baxdım. Məsələn, o da Məhsəti Gəncəvinin, yəni bizim, yəni o səviyyənin adamı olmadığı məsələ. Məsələn, mən Məhsəti Gəncəvidən, orta məktəbdən bəri yadımda bir bənd şey qalıb, rubayisi var, məsələn, deyək ki, nə idin deyir, küzəmi daşlara çaldım, sərxoşdum, yıxıldım, əlimdən saldım, küzə dilə gəlib dedi ki, mən də sənin kimi idim, bu günə qaldım. Yəni, bir dənə Məhsəti Gəncəvi ilə bağlı, bir dənə ədəbiyyat şeyində, bir dənə bu şeirə rast gəlmişəm və Firidun Qurbansoy da məsələni bildirir ki, məsələn, Məhsəti Gəncəvinin yaradıcılığında elə bir, deyək ki, şey yoxdur ki, bir normal bir şey yoxdur ki, özü də fars dilində əksəriyyəti yazır və onu çıxardıb ortaya deyəsən ki, bəs bunu bu yazır.
və bir dənə də örnək gətirir və onu fars dilində sadəcə olaraq Azərbaycan dilində həmin o şeirin demək olar ki, bir bənd şeirin yarısı nöqtələrdən ibarətdir ki, hansı ki, Qurbansoy deyir ki, mən onu dilimə gətirə bilmərəm. Baxın. Yəni, o nöqteyi nəzərdən mən də düşündüyüm filmə baxmamışam, amma mən o nöqteyi nəzərdən məhz bugün Anarın və yaxud da deyək ki, bugün Baba Vəziroğlu'nun baxın. Baba Vəziroğlu, dostlar, nə yazır? Deyir ki, sən elə bir zirvəsən, Heydər Əliyev üçün yazır, Ağadaş mahnı yazdılar, bəstəkar bilməm, deyəsən, Kemaləddin Heydarovdan bir yerdə yazıblar. Deyir, sən elə bir qüvvəsən, illər keçəcək, xalqım Heydər deyəcək, Heydər xalq söyləyəcək. Heydər Əliyevin xalqa dəxli varmı? Yəni, o nöqteyi nəzərdən, yəni Baba Vəziroğlu bilir ki, və yaxud da Anar bilir ki, onların növbəsi gələcək. Yəni, Azərbaycan, indi bu qız, məsələn, deyək ki, bizi erməni millətindən bir tərəziyə qoyur ki, ermənilər, nə bilim, bir pozğun şeyləri, yazarları var, adını da yazıb, mənim adımda qalmayıb, bir də bu Kardaşyanla danışır ki, bəs ermənilər bir hoç millətdir və onlarda tanış olan adam yoxdur, əllərində olan odur. Biz Türkük, dostum, o doğudan batıya kimi, gün doğandan gün batana kimi torpaqlar, gedin xərtiyə baxın, görün bizim necə böyük şanlı tariximiz olub və bizim Nəsimi kimi, Füzuli kimi deyək ki, adamlar hansı ki yazılarından, şeylərindən deyirəm. Yəni, o nöqteyi nəzərdən, yəni bizim sağçılıq eləmək haqqımız var. Yəni, onu demək istəyirəm mən. Mən bir dəfə demişdim ki, biz bu Sovetlər, yəni Azərbaycanı Rusiya işğal eləyəndən sonra, yəni Çar hökumətindən özü bəri, Azərbaycanın tarixini demək olar ki, sinif təzədən başlayıqlar və bizim Azərbaycanlı kimi biz Azərbaycanlı olmuşuq 36-cı ildən də bugün Rus alimlər deyirlər ki, sizi biz yaratmışıq. Və bizim bu trollar da, bu adamlar da, bu yazanlar da bizi Kardaşyanla bizim xalqımızı, millətimizi Kardaşyanla müqayisə edən adamlar deyirlər ki, məhsətini bəlkə ola bilər. Məhsəti deyək ki, məişət cəhətdən çox pozğun bir adam olub deyir. İndi, yəni deyirəm, əgər bu bədii filmdirsə, bir rejissorun təxəyyülünün məhsuludur. Yəni, sən bunu bu şəkildə qabardıb, indi yəqin ki, burada haradasa deyək ki, şeyin də, Qarayevin də, o keçmiş mədəniyyət naziri Əbülfəzin də rolu var. Yəni, vurmaq üçün əllərindən gələn hər cür şərəfsizliyi yapırlar.